Dünən belə bir xəbər yayıldı. Dəmir yolu, quru sərhədlərin açılması ilə bağlı ki, quru sərhədlər açılıbsa bizim xəbərimiz mi olmayıb, yoxsa quru sərhədlərlə bağlı bir xəbər yayıldı ki, açıqdırmı quru sərhədlər? Rəsmi açıqlama gündəmi qarışdırıb. Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-mart aylarına dair xarici ölkələrə səfərlərlə bağlı açıqladığı statistik məlumatlar müzakirələrə səbəb olub. Dostlar. Həmin müzakirədə söhbət nədən gedir? İzləyək dostlar. Mart aylarına dair xarici ölkələrə səfərlərlə bağlı açıqladığı statistik məlumatlar müzakirələrə səbəb olub. Bildirilir ki, bu dövrdə Azərbaycandan xarici ölkələrə 452.600 nəfər səfər edib. Məlumatda diqqət çəkən məqamlardan biri səfərlərin nəqliyyat növləri üzrə bölünməsidir. 69% hava yolu, 29% dəmir yolu və avtomobil nəqliyyatı, 2% isə dəniz nəqliyyatı ilə həyata keçirilib. Bu isə təxminən 131 min nəfərin dəmir yolu ilə xaricə getdiyini göstərir. Quru sərhədlər bağlı olduğu halda 131 min nəfərin qatar və avtomobillə səfəri necə mümkün olub? Dövlət Statistika Komitəsindən Qlobal İnfazın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və yükləri müşahidə edən şəxslərdir. Stat. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yayımlanmış mətbu məlumatda 2026-cı ilin yanvar-mart aylarında xarici ölkələrə gedən vətəndaşların 29% dəmir yol və avtomobil nəqliyyatından istifadə etmişdi ifadəsi işlənir. Bu şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və yükləri müşahidə edən şəxslərdir. Statın sonu. Demək, dəyərli dostlar, burada bir amil var. Əziz izləyicilər. Bir amil var burada. Nədir? Demək, bildirilir ki, bu dövrdə Azərbaycandan xarici ölkələrə 452.6 min nəfər səfər edib. Məlumatda diqqət çəkən məqamlardan biri səfərlərin nəqliyyat növləri ilə bölünməsidir. 69% hava yolu, 29% dəmir yolu və avtomobil yol nəqliyyatı, 2% isə dəniz nəqliyyatı ilə həyata keçirilir. Bu isə təxminən 131 min nəfərin dəmir yolu ilə xaricə getdiyini göstərir. Quru sərhədlər bağlı olduğu halda 131 min nəfərin qatar və avtomobillə səfəri necə mümkün olub? Maraqlı xəbər, maraqlı statistika. Deyilmi dostlar? Bəlkə quru sərhədlər açılıbdır, bizim xəbərimiz yox. Maraqlı sualdır, maraqlı açıqlamadır, maraqlı statistik hesabatdır. Növbəti bir xəbərə keçirəm, əziz dostlar. Demək, Salih Məmmədovla bağlı Əkrəm Həsənovun bir açıqlaması var. Əkrəm Həsənov hüquqşünas deyir ki, həbs oluna bilər. Niyə həbs oluna bilər? Salih Məmmədov həbs oluna bilər. Hüquqşünas Əkrəm Həsənov. Əkrəm Həsənovdan açıqlama var. Dostlar, görək. Əkrəm Həsənovu yəqin tanıyırsınız. Hərdən onun statuslarını verirəm mən dostlar. Tanınmış, savadlı hüquqşünasdır. Mühüm gəlişmə, Salih Məmmədov həbs edilir. Heyrət doğuran faktlar. Hesablama Palatası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Salih Məmmədovun bir il ərzində 176 milyon manat artıq vəsait xərclədiyi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, palatanın apardığı audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub və bir sıra qanunsuzluqlar üzə çıxıb. Proses fonunda Salih Məmmədov həbs edilə bilərmi? Qlobal İnfo Azad danışan hüquqşünas və iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə maliyyə uyğunsuzluğu vəsaitlərinin mənimsənilməsi ehtimalını gündəmə gətirir. Hesablama Palatası Baş Prokurorluğa müraciət etməli və prokurorluq tərəfindən araşdırmalara başlanılmalıdır. Əgər əsaslar təsdiqini taparsa, cinayətçi açılmalı, daha sonra iş məhkəməyə göndərilməlidir ki, günahkar şəxslər məsuliyyətə cəlb olunsun. Burada bir neçə növ pozuntu ola bilər. Məsələn, ayrılmış vəsaitin bir hissəsi təyinatı üzrə xərclənməyib və ya ümumiyyətlə tam istiqamətə yönəldilməyib. Digər halda vəsait ayrılıb, lakin göstərilən işlər görülməyib, yaxud fərqli işlər görülüb, başqa mallar alınıb və s. Əkrəm Həsənov qeyd edib ki, söhbət bir pozuntudan yox, müxtəlif qanun pozuntularının məzmunundan gedir. Əgər belə fakt üzə çıxıbsa, bu artıq korrupsiya cinayəti əlamətləri daşıyır. Bu halda Hesablama Palatasının borcudur ki, məsələ ilə bağlı Baş Prokurorluğa və ya Baş Prokurorluq yanında korrupsiya qarşı mübarizə baş idarəsinə müraciət etsin. Adətən Hesablama Palatasının belə açıqlamaları müəyyən əsaslara söykənir. İstintaq çərçivəsində şübhəli şəxslər müəyyən olunmalı, şahidlər dindirilməli, vəsaitlərin hansı istiqamətlərə xərcləndiyi araşdırılmalıdır. Çox güman ki, belə hallarda məsuliyyət yalnız bir qurumla məhdudlaşmır. Digər əlaqəli qurumların da rolu ola bilər. Nəticədə cinayət işi məhkəməyə göndərilməli və məhkəmənin hökmü ilə təqsirli şəxslər məsuliyyətə cəlb olunmalıdır. Əkrəm Həsənov Salih Məmmədovun həbs edilə biləcəyi ilə bağlı suala cavab verərkən belə bildirib. Dostlar, indi Hesablama Palatasının dünən bütün nazirliklər üzrə milyonlarla yeyinti, israf, əlavə xərclər, mənimsəmə faktları açıqlanıbdır. Vallahi deyim, mən dünən izləmişəm bütün mətbuatı Hesablama Palatasının yaydığı statistik rəqəmləri. Bir nümunəvi İdarə və Təşkilat Nazirliyi yoxdur ki, ona pul ayırsın, deyək ki, həmin 10 milyondan 50 min, 100 min dövlətə geri qaytarsın ki, yəni bu qədər ehtiyac olub xərcləmişik. Bir il ərzində bütün o büdcə ayrılan pulu baxın, görə bilmədim ki, hansısa bir nazirlikdə ona qənaət edilib. Heç bir nazirlikdə, heç bir. Vallahi düşməncəsinə baxırlar büdcəyə, düşməncəsinə. Hərdən öz-özümə oturub fikirləşirəm, deyirəm mən yazıq vətən. Kim gəlir yeyib talamaqla məşğuldur, kim gəlir məhv etməklə məşğuldur. Niyə? Axı bu vətən bizimdir. Sən özündən sonraki nəsli niyə fikirləşmirsən, niyə onları düşünmürsən? Səndən sonra axı dostlar, adam yeri gəlmişkən, əziz dostlar, dəyərli tamaşaçılar, çox deyə problemlər həddindən artıq çox deyə, vallahi çox. Özdə o gedir, 3 il, 5 il oturur, yeyir, başqa bir qrup gedir, öz çetəsini, öz dəstəsini aparır, möhkəmlənir orada, 5 il, 10 il onlar yeyir, ondan sonra obrur. Baxın, artıq insanlar da yorulub. Hansısa bir vəzifəli məmuru işdən çıxardırlar, hamı sevinir, əlindən sevinmək gəlir. Yaxşı, sevindin. Amma bir də baxırsan ki, yeni təyin olunan köhnəyə rəhmət oxutdurur bütün ölənlərini. Bax, indi, əziz dostlar, dünəndən yeni təyinatlar var təbibdə, o barədə mən danışmamışam, çünki mən bunu artıq hiss edirəm. Hər kəs bilir ki, zamanında mən danışmışam bu barədə.
Və indi ehtiyac yoxdur danışma. İndi hamı yazır. Bu yeyinti, o yeyinti. Adama sual verərlər, sənin əgər hünərin çatırdısa, necə mən özümü o riskin altına atmışdım? Risk. Mafiyada getmək olmur üzərlərinə. Pulu sənin ağırlığında pulları var, adamı var, hər yerdə əlaqələri var. İstənilən düşmənçiliyi də eləyə bilərlər.